Salam, hər vaxtınız xeyir olsun dəyərli Media Türk TV izləyiciləri. Gündəm Masada verilişinin bugün olan növbəti canlı yayın buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmaildir. Həmişə olduğu kimi regionda və dünyada, xüsusilə də İranın daxilində baş verən etirazlar, son dəqiqə xəbərləri və baş verən prosesləri müzakirə edəcəyik. İlk sanilərdən isə daimi tamaşaçılarımıza ənənəvi ricamızı xatırladırıq. Verilişimizi bəyənib kanalımıza abunə olmağı unutmayın ki, sizinlə müzakirə edəcəyimiz mövzuları sizinlə birlikdə daha geniş auditoriya məhz Media Türk TV vasitəsilə izləyə bilsin. Bu saat olan buraxılışımızda isə İsveçdə yaşayan tanınmış Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə olacaq və İranın daxilində yaşananları olan bitən hadisələri son dəqiqə gedişatına dair məsələləri müzakirə edəcəyik. Hər vaxtınız xeyir olsun. Bir daha xoş gördük sizi Əjdər bəy. Tutulduq bəy əfəndim. Təşəkkür edirəm, var olasınız. Təşəkkür edirik. Canlı yayımızdasınız və siz də çox yaxından olmasa da ən azı İsveçdə yaşamağınıza baxmayaraq Güneyin içərisində, İranın daxilində və ümumiyyətlə bölgəmizdə, regionda baş verən hadisələri izləyirsiniz. Studiyamız vasitəsilə istər Bakıda olduqda, istər də İsveçdə belə deyək, yaşamağınıza baxmayaraq yenə də canlı bağlantı ilə bizimlə birlikdə olursunuz hər zaman. Yəni buna görə xüsusi minnətdarlığımızı bildiririk və ən çox önəm kəsb edən məsələlər İranda etirazların 10-cu günündə bugünkü hadisələrə və proseslərə baxdıqda nələri söyləmək mümkündür? Gedişat bizə hansı olayların başlaya biləcəyini və konkret olaraq nə kimi nəticələrin yaşana biləcəyini, yaranacağını vəd edə bilir. Yəni bu istiqamətdə çox ciddi suallar var. Həm suallar var, təhdidlər, təhlükələr, yarana biləcək fürsətlər və bundan Güney Azərbaycan olaraq oradakı soydaşlarımız necə istifadə etməlidirlər? Yəni bunun içərisində təhlükə törədən məqamlar da var, narahatlıq yaradan detallar da istisna edilmir. Yəni bunlar hamısı göz qarşısındadır. Çünki indiyə qədər İranın daxilində buna bənzər etirazlar son illərdə dəfələrlə yaşanıb, amma oradakı bizim fəallarımız, milli fəallarımız, Güney Azərbaycanlılar proseslərə sonradan qarışmaqlarına rəğmən istənilən nəticəni əldə edə bilməyiblər. Etirazları müəyyən qüvvələr kənardan idarə etməklə istər İran daxilində, istər də başqa xarici müdaxilə yolu ilə yatırdıblar və istədikləri kimi yönləndirə biliblər. Güney Azərbaycanlılar isə bundan konkret olaraq arzuladıkları nəticələri əldə edə bilməyib. Bugünkü məqamda yaşananlara İran daxilində olduqca böyük bir qarşıdurma var. Şəhərlərin bir qismində xalqın içərisinə polis dəstələri də onları müdafiə edərək qoşulub. Yəni polis bəzi bölgələrdə aqressiya nümayiş etdirir, insanlara qarşı vəhşilik sərgilənir, ölüm halları artır. Bəzi bir çox şəhərlərdə olduğu kimi, yəni repressiyaların olmağına baxmayaraq elə şəhərlər, elə bölgələr var ki, orada tamamilə əks mənzərə müşahidə olunur. Polis qüvvələri xalqın, etirazçıların içərisində yer alırlar, onlarla birlikdə proseslərə heç də müdaxilə etmirlər. Yəni qarşısını almırlar. Elələri var ki, elə xalqın içərisində qoşulub onlarla bərabər etiraz etməyə çalışır. Yəni olduqca qarışıq və ziddiyyət doğuran məqamlar var. Siz, yəni İsveçdə yaşayırsınız və ümumiyyətlə hadisələrin məlumatları əldə edirsiniz. Necə görürsünüz bu mənzərəni və bizi nə gözləyir sizcə? Təşəkkür edirəm bəyəfəndim. Bu bir zaman mən ömrümün bir böyük hissəsini 1982-ci ildən Azərbaycanın quzeyində Sovet İttifaqında Şurəvidə keçirtmişəm. Və orada elə yavaşcalı şalvarımı seyirib arasından keçməmişəm. İran adlanan yerdə indiki rejimində o birisi rejim kimi onun həbsini çəkərək o qırğın vaxtında bu mollaların evin zindanında Tehranda minlərcə Azərbaycanlı kimi, minlərcə başqa etniklərdən, insanlardan, ziyalılardan, alimlər kimi və oradan qutarandan sonra bir də tutulub ölümə gedəndə qolu bağlı, yeyib içəndə yox, nə deyirsən, vodkanı vırıb keyflənəndə yox. Qolu bağlı qaçıb o təpələrdən 2700 metrədən əlaz yoxdur, başqa yer yoxdur, Sovetə də gəldik, gördük ki, orada eşya dağlayırlar. Yəni, ay millətimiz rifahda, ay hər şey Sovetinəndir, cəmaatı orada salıblar falan və orada da o Sovetdə də həbsini çəkəndən sonra zindanını kazarmada, Rus kazarmasında, sonrasından da 3 ildən biraz aşağı yuxarı orada İşmiz zavodunda, indi orada Heydər Əliyev monumenti var, İşmiz zavodunda fəhləli geriyərək, sonra da Gladbach-Stroyda beton daşıyaraq gündə 16 saat və sonradan Sovetdən qaçaraq təzədən tutarlar. Sovetin sütəmər uşağıma da rəhm eləmədilər. Sovetdə həbs aldılar, zindana adımızı da qoydular, anti-Sovet, anti-sosyalist. Və biz gördük Sovetin içi nədir və nə mənədir. İran adlanan yerdən gələndə də
minlərcə Azərbaycanlı kimin, on minlərcə Azərbaycanlı kimin hər iki rejim ilə, Fars dövlətçiliyi ilə bu günləri 52 il olur. 52 il bu paizlə bu rejimlərə qarşı savaşmışam, əcəb eləmişəm. Özü də o birinci rejimə qarşı silahlı savaşmışam. Onu da əcəb eləmişəm Pəhləvi sülaləsinə qarşı. Millətimiz soyqırım edibdir. Azərbaycanı məhv edibdir, ailəni məhv edibdir, sürgünə salıbdır və Sovet İttifaqına qaçaq salıb, Sovet İttifaqında ondan da pis günər rast gəlib. Hamısını gəldim, gözümlə gördüm. Və bu adı sanı yaşamış Əbülfəz Elçibəy bütün Azərbaycan Birliyinin iclasında dedi, bizim bu Azərbaycanlıyıq, çox şeydən xəbərimiz yox, bu Əjdər Tağızadənin xəbəri var. Və bir zamanlar da 91-ci illərdə Azərbaycanın o hərəkatında iştirak edənlərdən başda Əbülfəz Elçibəy olmağa dedim, ay bəy, Rusiya, Sovet dağılır və Azərbaycan bağımsız olacaq. Mən özüm. Deyirdi, buna baxın, bu Əjdər Tağızadə xaricdən gəlir, deyib, Sovet dağılır. Bizim işimiz bu. İndi bəzi adamlar səsini atır, bəzi o Bakıda kef içində, axşam kefdə, sabada yuxuda və demək ki, hər kəs də gəlir, ay mən də Elçibəyin müşaviri oldum, Heydər Əliyevimlə müşavirinin qapısısı. Sən öyle bir zat olsaydın və bir daş dağıtır Güneylilərə. O Güneylilərin ki, biri mən və gəlib o hərəkatda da iştirak eləmişəm Azərbaycanın quzeyində və öz hörmətli polislərimi çəkib özümü də, arvadımı da dövblər, təhqir edir və bu bayrağa görə o Azərbaycanda sürüyüblər məni. Və indiyə kimi 350 nəfər o quzeydən Sovet adamları idilər. Hələ bilmirlər dünya nə gətirir. Gətirmişəm bu Avropaya, özüm dəvət eləmişəm 350 nəfər. Vətən cəmiyyətindən, ondan sonra bu demək ki, sonrası bu diaspora komitəsi, sonra adamlar indi vəzirdilər, vəkildilər. Çaylarını da içməmişəm, gətirib evimdə ailəmlə ayağa yatırtmışam. Amma çaylarını da içməmişəm. Və sonra da bu bayrağı da dövlət deyərək, elə Əbülfəz Elçibəyi də, Ayaz Mütəllibovu da, Heydər Əliyevi də, İlham Əliyevi də dəstəkləyərək, hamı demək ki, ağızlarına gələni deyərək, boykot edərək, istər Bakıda olsun, istər Avropada Güneylilər, hələ bu dövlət pullaşmadan, yapılaşmadan, təcavüzə məruz qalaraq, bu Güneylilər Azərbaycanın güneyində çamadan bağlayıb aeroporta gedib, Heydər Əliyev havalimanına gedib, xaricə gedib, oradan da başlayıb dövlətə qarşı nəğmə deməyiblər. Əksi nəğmə. Bu Güneylilər o Bertolt Brecht demişkən, çamadan bağlamadılar. Canlarını götürdülər. Ölkə didərgin düşdülər. İndi də elə bu Güneylilər dünyada parlamanlarda, Apple'də, Pentagonda, elə bu İsveçdə, səni demək ki, bu Azərbaycan dövlətinin rəsmi qoymaydılar İsveç parlamanına, mən dəvət edirdim, təşkilatımız vardı və vardı. Mənim alicənab səfirim deyəcəklər, biz dövlət kimi oraya girə bilmirik, dəvət elə gəlirdi, İngiliscədə gözəl danışırdı. Hər yanda. Ona görə də bu günləri Əbülfəz Elçibəydə belə cəsarət var idi, kişiliyi çatırdı. Deydi, oturun yerə. Rəsulzadələr 2 dənə kitab oxumuşuq, ona görə də hələ nə deyirsiniz, siz İran adamına yeri nə tanıyırsınız? Oturun yerə, hər bir dənə çanta hazırlayıbsınız, gedək ki, İranı da gülə çıxardaram. Sən hələ demək ki, o Bakıda oturduğun yerdə otur, həftə başı mən 9. Sevrilişə əl atırsan, gündə demək ki, bir anda bir gün olursan Heydər Əliyevçi, bir gün olursan Əbülfəz Elçibəyçi. Gah ona qarşı deyirsən, gah buna qarşı deyirsən. Dövlət nədir? Dövlət anlayışın yoxdur sənin. Millət anlayışın yoxdur sənin. Azərbaycanın güneyində nə gedir bilmirsən. Bu günləri İran adlanan yerdə, bax bu Azərbaycan Sayın Heydər bəy soruşdu. Bu günləri 27-31 ustandan, 31 rayon deyək, ustandan 27-sində bu günləri toqquşma bu saata kimi gedir. Öldürülənlərin sayı 37-yə çıxıb. Xəstəxanalara ilanda, ondan nəsə başqa yerlərdə hücuma keçiblər. Hani bə sənin o quş qondurmazın, hani bə sənin o pezeşkiyanın, prezident çıxsın desin də dayandırın. Çıxsın desin də, və demək ki, xəstəxananın içinə girirlər, demək ki, külliyə basıyor, hamı bilir, özləri də bilirlər. Və demək, şəhər yandırırlar, öldürürlər. Xameneyi, Seydəli Xameneyi ki, bu pezeşkiyan da çıxır, deyir ki, bu ağadır, ağlayır adın çəkəndə.
Mən ağanın əmri ilə gəldim. Ağa məni gətirdi. Ağaya bir şey olmasın. Oturub dövlətdə raport eləyəndə başlayır ühü deyirlər, niyə ağlayırsan? Ağa yadıma düşdü, Allah ağaya bir şey eləməsin. Hə? İndi Trump da mırıt deyib, Netanyahu da mırıt deyib, Trump da İran adlanan yerin hepsini istəyir. Hepsini, hamısını. Deyir, neft var orada, mənimdir. Bu deyir, gəlir, Groenland'da gəlir. Ona görə də o üstəki də, o Putin də, KGB Putin oturub orada gözləyir fürsəti. Və İran adlanan yerdən bu Azərbaycanda, bu quzeydə Sərbazan-ı Qomnam-ı İmam Zamanın görünməyən əskərləri deyərlər buralara. Doludular Bakıda, Azərbaycanda. Mənim də hər şeydir, mənim işim bu. 52 il işim budur. Xameneyinin evinə kimin nə keçir xəbərimiz var. Kim çıxıb deyəcək ki, məni Bakıda restoranda görüb, məni keyfli görüb, məni filan və xaricdən. Və o universitəni də bəzi cənabları ağzın xama qoyur. O universitetdə mən çoxdan bitirmişəm. O İran şünaslığı da bitirmişəm. Həm də zindanları da bitirmişəm. Həm də demək ki, ayaqla o dağların, çöllərin, şəhər necə ki, demək ki, Azərbaycanın quzeyin o tayında. Mən yox, yüzlərcə bu Güneylilər savaşır orada, zindanlarda doludur. Dahi İsrail gün keçən həftə. O ki, çıxıb bəzi adam deyir, Xiyabanının qamçısı ilə 100 nəfər vayamyan olurdu. Səttarxanın atı gedəndə, nə danışırsan Səttarxan, belə düşüm ağzına. Biz də deyir ki, millət həyəcandan. Türk dövlətini yıxdılar. Türk dövlətini yıxdılar. O Səmədxan, o Təbrizin, tarix deyirsiniz, tarix bilmirsiniz. Biz Sovyeti sosial tarixləri oxuyub, hepsi birində götürür, 2 səfəsini tərcümə edir, basır bu xarici ölkələrə. Ay Stalin'in atı beleydi filandı. Onu gel okuday onda. Zevciyede sıknaştırdılar o Xiyabanını, axır o təcəddüd həyətinə. Külli çıxışlarda Farseydi Təbrizdə. Və getmişdi bu da bu Hacı Mehdi Quliqanla partiya yaratmışdı Tehranda. Demokratlar. Həmin Hacı Mehdi Quliqan gəldi. Dedilər Hacı niyə getdin? Dedi oğul İran təhlükədeydi. Və bu Şeyx Məhəmməd Xiyabanında deyildi ki, indiki Xameneyinin anasının demək ki, aynən dayısı filanı. İndiki Xameneyinin, Seyid Əlinin çıxdı dedi ki, filan kəs demək ki, İran əldən gedəcəkdi. Və İran deyildilər, İran səhv. O pişəvəri də böyük səhvi bu idi. Başaldı getdi İranda müqabilə imzaladı. Hükümət deyirdi, getdi dedi, yaxşı mən imzaladım müqabilə. Komünistlərin 11'sini açman yaramızı, qoy oturaq yerimizdə. Və bu başlarına gəldi, İrançılıq çərçivəsində düşündülər. Sənin Səttarxanın Mustafa Kemal deyirdi, Atatürk deyirdi. İttihad o tərəqqi də yoxdur. Tarixçi sən gəl, bu Heydər bəy də orada gələcəyəm Bakıya. Gələcəyim varsa, görəcəyim də vardır. Çıxırlar Azərbaycan dövlətinin prezidentlərində ağızlarına gələn deyilən. O KGB-dir, bu KGB-dir, yox sən təmizlidin. Bu Azərbaycan bu günləri demək ki, dünən Heydər Əliyevə deyirdiniz, bu günləri Elçi bəyə deyirsiniz, yaddan da çıxır rusofil, farsofil, irtica, mühümat, hər şey. Gələcək ki, mandatlıq axtarırlar yenə də. Ki, bu günləri çıxsam Elçi bəyə belə desəm, və yaxud demək ki, Güneylinin başına bir dənə, bağına bir dənə daş atsam, sabahları bu Azərbaycanda ayılmırsınız ki, ayılmırsınız. Zəlil Məhəmməd Qulizadəni bir oxuya heç olmasa. Ayılmırsan ki, ayılmırsan. Ona görə ki, demək ki, bu günləri İran adlanan yerdə nə gedir, nə olur, kim kiminəndir. Bu Təbriz bu günləri sakit durubdursa, bu farsçı düşərgəsi və bu faşist düşərgələr hamısı sögüş verir bu Türkiyə, bu Azərbaycanıya. Bu haradasız sıradan qalan qotururlar, gəlin də. Və o birisi tərəfdən də, niyə Təbriz çıxıb demək ki, Xameneyinin bu quş qondurmaz, bu pezeşkanı xeyirdə mitinglər keçirtmir. Niyə Təbriz demək ki, həftələr öncəkin Azərbaycan bayrağı qaldırır, dövlətim deyir, Azərbaycan deyir, Türkəm deyir. Belə, ona görə ki, bu günləri o dönəmlər deyir. Gələsən, bəli, Səttarxan dedin, o Səttarxanı mindirdilər, apardılar o Bağırxanı. Apardı, oturtdu Tehranda, yeri ki, qıçın da vurdu, sındırdı, aylanda dedi, mən gedirəm Təbrizə, məni qoyun Təbrizə. Keçmişdi, qatıradan soğuşmuşdu. Ondaydı ki, o qavam. Gəldi, ayağın qoydu bu nə, yaralı ayağın üstünə.
Çirk basmışdı o dərinin içində ayaqlarını. Hə, qıçın sındırdılar. İndi deyəcəm kim sındırmışdı. Qıçın sındırmışdılar dedi, yox, day Təbrizə qayıda bilməzsən. Səttarxan Təbrizdə səttarıdır. Pişəvəri Təbrizdə pişəvəridir. O demək ki, Xiyabanı da, Lahutu da, o birisilər də. Amma Binövrəni düz qoymadılar. Axır getdilər o Seyid Həsən Tağzadə kimin, o birisilər kimin. Getdilər, gec ayıldılar. Vaxt keçmişdi, qatıradan soğuşmuşdu. Bugün gündə Azərbaycanın güneyində bu millət düşünür, bu millət bilir. Təhcə yolu bağımsızlıqdır. Təhcə yolu. Ondan sonra başqa yol yoxdur. Bu millət bunu bilir. Türk olaraq meydana çıxıbdır. Və bu günləri keçən həftə bəzilərin demək ki, elə tabequya kimin deyirlər. Keçən həftə o cavan uşaqlara günahı olmadan Bakı casusu adına qoyublar bunların 96 il zindan verdilər. Və demək ki, bir il bundan qabaq Tehranın evin zindanına doldurdular, qorxucuların sındırdılar, 126 il zindan verdilər. Hər gün dünyadan o qədər xəbərsizdilər. O qədər yatmağına, yeməklə, keyflənməklə məşğuldular. Ona görə deyirlər, hər gün dünəndə, İsrağa gündə elə Təbrizdə tutatutdu. Hələ orada mitingzat yox, gedib evindən çıxardır, aparır, tanınmış siyasətçiləri. Sənə lider lazımdır, sənə qaşqaldak lazımdır. Əjdər Tağızadəyə sonrasından nə vermişdir Əjdər Tağızadəyə? Hansı çöpü mənə Azərbaycanın quzeyində kimsə verib çıxsın desin. Belə söhbət yoxdur, mən dövlət demişəm, millət demişəm, əcəb eləmişəm. Bayraq qaldırmışam, əcəb eləmişəm. Ona görə də bu günləri o Təbrizdə, Ərdəbildə Cənab-ı Abbas Nisani, dünya çapında tanınan Abbas Nisani və demək ki, hamı da bilir, dünənləri evində, evinin içi, Ərdəbildə yüzlərcə adam yığılıb ki, o bir nəfər zindandan Abbas Nisani oğurlamış kimin aylardır uğur edilər. Ben niyə bilmirsən? Liderdir də. Çıxırsan demək ki, Mahmud Əli bəy Çehrəcanlıya bir dənə laf atır ki, ay Mahmud Əli görəni ki, sən 100 il bundan qabaq da görə bilməsən. Haqq var, ədalət var. Səhvlər də yerində, hər şeydə. Çıxdı bir dənə bu rejimə yox dedi. Gedərdi o rejimin öz itilatı məmuru. Deyiliyədə oturdardı bunu məclisdə. Kökəldərdi, yiyərdi, keyf edərdi. Çıxdı bir kəlmə. Dedi, yox, gəlmirəm. Millət mənə deyib ki, Səttarxanın çəkmələrin, Putinlərin giyəcəm, ədaləti bərpa edəcəm. Keçmiş deyə süzgəzdən zatdan keçmişdi. Dedilər, qoymun, gəldilər, gecə ilə oğurladılar. 630 min nəfər səs vermişdilər adama. Təbrizdə bastılar zindana və o ildən də bəridir, illərdir sürgündə yaşayıb, oradan da çıxıb adam verirlər. Xaricdə oturublar, dövlətlərdən nəmni alırlar, filan alırlar. Dövlətlərin qanunu olaraq sosial ədalət dövlətləridir, sosial rifah dövlətləridir. Filan alırlar, filan. Hələ sən İngilizcəni bilməyəndə o İngiliz müəllimi idi. Mahmud Əli Çehrəcanı və minlərcə Mahmud Əli. Və Güneylilərin də zadına deyir. Bu Güneylilər də bir-birindən didişirlər. Onda sən Azərbaycan Cumhuriyyətində tarixi bilmirsən. Ağoğlu ilə Rəsulzadənin arasında fikrin də ayrılığı hara kimin idi? Və yaxud Xoyli ilə və yaxud demək ki, başqalarının arasında. Amma bir hədəfə vururdular. Günlərdə Azərbaycanlıların, Güneylilərin arasında fikir ayrılığı var. İstiratik hədəfdə yox. Azərbaycan və Türkçülükdə yox. Bunu Azərbaycanın quzeyində hərəkat başlandı. Bu günləri ki, hamı hərəkata daş atır. Bir iddəli də buraxıblar. Ramiz Mehdi, Rusofilləri buraxıblar. Daraşıblar demək ki, Elçibəyin canına. Daraşıblar hərəkatın canına, əziz millətin canına. O hərəkat öz mesajını verdi. Quzeydə gəldi, dövləti bərpa elədi. Güneyə də bir mesaj verdi. Güney də o ruhuyu aldı. Bir milli ədəbi intibahdan keçdi bir siyasi intibaha ki, Fars işğalı ilə, bizi işğaldı yox. 100 dəfə demişəm, cənab Prezident İlham Əliyev, sən ki deyirsən, ey Ukraynalılar, işğala baş əyməyin, biz işğaldı yox. Bunu Atom da yaxşı biləydi, Dədən də yaxşı biləydi, Əziz Əliyev də yaxşı biləydi, oradaydı. Hamı bilir, gəldi bu qan, bunu Amerikalılar da deyirlər, yazırlar. Məhkəmənin başında duran adam. Deyir, gəldilər, işğal elədilər. Amerikalı sən Şvartskop başında durmuşdu. Ben bunu gedib Amerikanın özünə, o rəsmilərinə demişəm, işğal elədiniz, siz gəldiniz elədiniz. Ben bu gündə vay şah gətirir, Azərbaycana şah gətirəcəksən, görərsən onu. Azərbaycan məhkəməlisən, dədön də olmasa özün məhkəməlisən. Azərbaycanı məhv eləyibsiniz, Türkü məhv eləyibsiniz Azərbaycanda.
Biri də çıxır deyir ki, gedəyin dilimiz yalan. Dili kimdən alacaqsan? Gedəyin xud muxtarlıq istəyək. Gedəyin federalçılığa, Parisina. Bunların zəncirini asırlar, bunlar yenidən qayıdırlar. Bunun irticası ilə, mövhumatçılığı ilə bizim cumhuriyyətimizin bünövrəsini qoyanlar irticaya qarşı, mövhumatçılığa qarşı, dinə qarşı yox, mövhumatçılığa qarşı. Bu hərəkat sinfi hərəkat deyil. O pişəvəridən əgər deyirsən düzündür. Pişəvəri çıxıb deyir ki, bu hərəkat sinif hərəkatı deyil, təbəqat hərəkatı deyil, milli hərəkatdır. Ona görə də bu günləri İran adlanan yerdə bu millət Azərbaycanın güneyində çəkib özünü saxlayıb. Niyə? Onda hər kəs siyasətdən danışır. Onda deyirsən ki, buna bax, bir dəfə bizdən dövləti oğurlayıblar. O Qacarın böyük səhvi bu idi ki, Təbrizə qoşun göndərdi. Və yaxud demək ki, Qacarın yerində sonuncu gəldi Əhməd Şah, demokrat padişah, parlamanı düşünən padişah, o Müzəffərəddin Şah, o məşrutiyyəyə qol atdı. Məşrutiyyə nə idi? Məşrutiyyə Səttarxanı da, ətrafındakiler da bilirdilər ki, ədalət istəyirlər öz dövlətindən. Dövləti aşırmırdılar ki. Yolladı İngiltərədən. Göndərdilər Əli Mərdanla Bəxtiyarları, bir yandan Tonu Qalbunları, yolladılar Tehranda, yuvalandılar. Səttarxan da çəhdilər apardılar. Bilirsiniz Səttarxanın qısı kim sındırdı? O Ətabək bağında. Onun birisi Yefrim idi, Yefrim. Ermənilərin ata deyərlər, ata Yefrim Saxanindən qaçıb gəlmişdi. Oldu polis rəisi Tehranda. O böğründə duran kim idi? Heydər Əmioğlu ithar verdi. Kim idi? Leninin birbaşa İran adlanan yerdə təmsilcisi Komünist Partiyasının binövrəsini qoyan. İkisi getdilər Ətabək bağında, sındırdılar Səttarxanın qıçını və mücahidləri öldürdülər. O da bildi cəzası idi. Sən Tehrandan ağayırdın o zaman. Və bu günləri deyirlər ki, ay Tehran qarışıq, özləri də qorxublar. Hələ nə olub ki? Dayanan Azərbaycanlılar da o milli şuur bilir ki, dayan qoy bir-birini didirlər. Dövlətçiliklərini zəif edirlər. İşğalçı, şavinist, faşist, fars dövlətçilikini qoy zəiflənsinlər. Tehranda qoy 1-2 milyon çıxsın. Biz də sayırıq. Nə qədər çıxdı, harada çıxdı. Şəhər, kət, irticanın, şavinismin, bu fars dövlətçilikin hərdə düşsün. Azərbaycana gələcəklərsə, onda Qəzvinə yaxınlaşanda onda görəcəklər Tehranda türklərini ağayıracaq. Və bu günlərdə demək ki, çıxır Netanyahu çıxıb deyir ki, Sayın İlham Əliyev düz deyir. Addımı düzdür, Türk dünyası. Bizim bugün baxın, dünya çalxalanır. Hani Türk dünyası? Hani o demək ki, yumruq kimin ortada olmalıydı? Türk milləti ortada olmalıydı bu günləri. Təhlükə hər tərəfdən var. Açıq-açıq çıxır deyir ki, mənim əskərim yoxdur Qəzzədə ölümə göndərəm. Deyir 50 milyon Azərbaycanı, biri dənamba belə özlərin vırırlar o ayına, yapışıblar demək ki, otur bir keçiyə. İran adlanan yerdə adam çıxır, rəçətə yazır. Elə bil bu bilir nədir, elə bil işgəncələri görüb. Bilirsən dəmir kravatın üstündə adamı yatırdıblar. Adamın demək ki, başına nə gətirirlər, gözünün qabağında arvadının, bacısının başına gətirirlər. Bilirsən bunları, Pəhləvi sülaləsi və eyni işlərin bunları bunları. Bilirsən ki, demək ki, o Allahu Ekber duvarının yanında adamı yalansı edamını hələ deyirəm. Ərdəbində zərərat sönündə səhər alaqaranda səni düzələr, güllərin qulağının, Klaşnikovun güllələri qulağının dibindən atalar. Bilirsən nədir? Aclıq, susuzluq nə mənədir? Bu günləri bu millətlər buna demək ki, mühümmatçılar da daraşdılar ki, ağadır, imandır, gəlir. Ona görə də bu hərəkat külli Azərbaycan hərəkatıdır. Azərbaycanın 50 milyon hərəkatıdır. Necə ki, o bizim əziz millətimiz Azərbaycanın quzeyində hərəkata keçdi. Bəyənməyənlər də dost ölkəm, qardaş ölkəm, mənim cumhuriyyətim, Türkiyə cumhuriyyətim. Mənim cumhuriyyətimdə başlarını çəkdilər o ayına. Ay şiədilər, ora Sovet. Amma sonra nə oldu? Etkilə deyir, ta Balkanlara caq Azərbaycan. Türk dünyasının hamısını dəbərdi. Bakı oldu qibləgah. Və bu günləri də bu böyük Azərbaycan demək ki 5'te 4'ü böyük Azərbaycan. Dillərin dolaşdırırlar. Ne 30 milyon deyir, 5 milyondan belə o əbi. Azərbaycan İran adlanan yerdə çoxunluğu təşkil edən Azərbaycana sahib çıxan. Mustafa Kemal Atatürk dedi, vurun bunları geçsinlər. Götürək Türkiyəni. Götürdü, sınırları da belirlendirdi. Lozan eşidib sənətmən. Dedi, bura bu Türkiyə sınırları, bu da bizim sınırlarımız.
Belli oldu və Türkiyə dayak oldu bizə. 70 neçə ildə bu Sovetin demək ki, harlayan vaxtında tək bayrağımız oradan dalğalandı. Bu günlərdə Azərbaycanın güneyində də bu millət bilir. Özü də bir şey var Sayın Heydər bəy. Üzr istəyirəm səsimin tonuna görə. Məsələ var, o da budur ki, Azərbaycanın güneyində hələ bu Farsın özünə nifrət edirlər. Farsın özünə, biz Fars düşmanı deyirik. Diyor Azərbaycandan necə ki prezident deyir, Ukraynalara işğalçına əyilməyin, biz də işğalçıya əyilmirik. Azərbaycanlı olaraq, Türk olaraq işğalçıya əyilmirik. Və bu deyir ki, bu işğalçı buradan çıxmalıdır. Fars adına gəlməməlisən. Bayaq söylədim, Netanyahu çıxır deyir ki, Netanyahu sən də səfirlik açmışıq, düşmanlıq qazanmışıq başqalarına. Səndən münasibətiniz var, alışverişimiz var, billah alışveriş. Sən teröristi vurursan, vur, ancaq Tehran rejiminin qol-qanadını kəssən, kəs, ancaq bizə rəçətə yazma. Ay, İran adlanan yerdə bir millət var, Fars milləti, Kuroşun balaları, ondan sonra bir bayraq var, Amerikalılar da bunu deyir. Bir bayraq, bir millət, bir dövlət. Bunu 100 il bundan qabaq dədələri səhv elədi, indi də onu görürsünüz. Burada elə deyil. Biz nə Paşayar uşaqları, nə mənə uşağı, biz Türküz. Biz Türküz. Ona görə də hərəkatımız da Türk hərəkatıdır. Çağdaş, müasir, o Prezident İlham Əliyev demişkən, ürəkdən deyil sözü. Sekulardır, layiqdir, dünyavisidir, demokratdır. Necə ki, indi deyəndə də birilərinin könlünə deyir. Türkiyədən, öz cumhuriyyətimizdən öncə Mustafa Kemal deyir. Bu cumhuriyyəti biz Azərbaycanlılar gətirdik bu dünyanın bu tərəfinə, qaranlıq yerinə. Biz gətirdik parlamentarizmi, biz gətirdik, biz türlər gətirdik bura. Və sonradan da Mustafa Kemal silahdaşları da Türkiyədə o bayrağı qaldırdılar. Bu günlərdə Azərbaycanın güneyində 50 milyon olması hər zaman bu Rusla daş atacaq, bu Farsla daş atacaq, bu irtizacılar, mühümmatçılar hərəsinə bir oyun çıxardacaqlar. Bu məmləkət ona görə də bu Azərbaycanda da dövlət başçıları, Əbülfəz Elçi bəy də, Heydər Əliyev də, İlham Əliyev də hər zaman 50 milyon deyiblər. Qurultaylarımızda da hər zaman da. Və hamısı da Məhəmməd Əmin Rəsulzadə deyiblər. Və bu günləri adamlar çıxır Azərbaycan dövlət başçılarına. Fərq eləməz, mən bunları bu xaricdə bu qurultaylara çağırmışım. Gəlirlər xaricə, olurlar dövlətə, İlham Əliyevə, Heydər Əliyevə zil. Bir dəfə öyle keçirlər, Türkiyəyə gedirlər, başqa hava salırlar. Rusiyaya gedirlər, başqa hava salırlar. Heydər Əliyev də gözəl iş gördü. Həmin adamlar ki, demək ki, atıldılar o Elçi bəyə qarşı, o milli hükümətə qarşı, demək ki, oyun açdılar. Onu bağlı Rusiyadan gətirdi, bastı orada Təhlükəsizlik Nazirliyinə zindana. Dedi, otur yerində. Dövlətə qarşı çıxıbsan sən. Çoxları deyirlər, ay Surət Hüseynov gəlir, Surət Hüseynov gəlir. Hamısının nəfəsini kəsdi, oturtdu yerə. O dövlətdir. Və bu günlərdə Azərbaycanın güneyində hamı bunu bilir. Hamı bilir. O demək ki, o 100 min nəfər o futbolda çıxır, edək, haray Türkiyəm mən. Bu Türkiyə Allah, Bismillah, Allah Ekberin simgəsi deyil. Bu 300 milyon Türk. O Türk dünyası deyil, İlham Əliyev deyil. Bizim ailəmiz, bizim tayfa tabağımız bu tərəfdədir. Bu Türk dövlətləri, bu Türk millətləridir. Onun simgəsidir. Qaqavuzunun, ondan sonra Yakutunun, Başkurtunun, hamısının. Və bu günlərdə biri də hesab eləyir ki, yox, elə bu İslam türkçülüğün üstünə gətirib demək ki, başqa şeyləri qonduraz yox. Elə şey yoxdur. Azərbaycanın güneyində o 100 min nəfər, o nəsli Z nəsli deyirlər, gəncilik. Gedib Farsın toruna düşmür. O calanın demək ki, bir dənə sloganı ilə Jənjiyana azadi kalk, biz Kürtlər gətirdik. Sən səhv bilirsən. Azərbaycan türkləri 110 il bundan qabaq qadın haqqını veriblər. Gətiriblər. Azərbaycan türkləri. Davamlı olaraq Anadolu'da Mustafa Kemal gəlib demək ki, qadın haqlarını qoyub. İndi tapılıblar bir də ki, gəlin bizə qatılın, İran adlanan yeri bir demək qoyuyor. Sayın Heydər bəy, bir cümlə deyim, bitirin bundan. Biz, mən də onların birisi kimi, özəlliklə bu 40 sənə oldu, 40 il. Bakıda gəlib demək ki, orada torpaq satsaydım, ay milyard, mən milyardersi də həsrətlə çəkdirəm. Azad insanam, azadlığım hər şeydən üstündür. Və demokrasi uğrunda savaşmışam, devam etdirəcəm. Dünyadan da xəbərsiz deyiləm. Ancaq biz İran adlanan yerin bütövlüyün, tamamiyyət ərzi qorumuruq. Biz Fars dövlətçiliyinin bütövlüyünü yox. Hər neysə özümüz əldə edəcək. Mənim vaxtıyla 7 milyona olan xalqım, millətim və vaxtıyla 5 milyon olanda durdu yağı dövlət qrup, cumhuriyyəti qrupdur. Və bu dəfə 7 milyon olanda dönüb bu dövləti bərpa edib, Əliyalın demokratik yoluna biz 89-cu ildə dünyanın demokratik milləti adlandırdık. Dünyada Azərbaycanlılar.
və Rus ittifaqına, Sovet ittifaqına qalib gəldik. Çıxartdıq bunları. Tankların altına getdi millətimiz. Bundan pislərini də o tərəfdə başımıza gətiriblər. Ona görə də bu günləri fürsət əl veribdir ki, bu günləri fürsət əl verib. Bu İran adlanan yer dağılır. Ya həl-hələdən, ya vəl-vələdən. Millətlər, insanlar, çeşidli siniflər, həkimi, müəllimi, fəhləsi, kəndlisi, hamısı cana gəlib. Hamısılar nifrət edir, dağılır, gedən niyə qoruyaq, saxlayaq? Səni gətirən Tehrana, İranı torbadan çıxardan, sarımıza dalaşasan, ağzımızdan xətas. Görmüşüm bunu. Nələr olacaq, yoxsa bir nəfər siz gəlin gedir oraya, o quş qondurmaz. Sən də quş qondurmazsın, İran adlanan yerdə hami ələ salır. Gəlir səni yalandan bir dənə, heylərlə bağlı. Sən heylərlə çıxıb, sən qırqılıdır bu rejimin nökərisən. Sən gəçsizliyə, o ülkizliyə, o mühümmatçılığa, o Azərbaycan düşmanı, o rejimə hizmət verir. Bir də İran adlanan yeri, onun görə hizmət verir. Sənin kafan da irticası kafadır. Atsızlar. Əzdər bəy, təşəkkür edirik. Ara bir yayımda problemlər oldu, texniki məsələlərdir. Yəqin internet bağlantısı ilə əlaqədar olan müəyyən bir çətinliklər oldu ki, bu da sizin bəzən fikirlərinizi eşitməkdə müəyyən qədər narahatlıq yarada bilər tamaşaçılarımız üçün. Onlardan da təbii ki, üzrlü hesab etmələrini xahiş edirik. Amma biz təbii ki, prosesləri izləyəcəyik. Çox yaxşı olar ki, sizinlə studiyamızda verilişlərimiz olsun. İnşallah ki, yaxın aylarda, yaxın günlərdə təbii ki, biz gözləyəcək proseslərin gedişatında həm studiyamızda bu məsələləri, həm də canlı bağlantılarla müzakirələrimiz davam edəcək sizinlə və digər qonaqlarla. Amma yaxşı olar ki, studiyamızda siz olasınız və Bakıdan biz bu hadisələri müzakirə edək. Ən azı, təbii ki, proseslər hələ ki gedir, gərgin gedişat var və bunun nəticəsi necə olacaq, hansı, belə deyək, olaylar yaşana bilər. Biz də bunlara uyğun müzakirələrimizi davam etdirəcəyik. Sizə də təşəkkür edirik ki, verilişimizdə olduğunuz fikirləri səsləndirdiniz. Sayın Heydər bəy, məsələ buradadır ki, ağacı bağlayıb daşı asıblar. Hər tərəfdən Tehran rejiminin o tayı bu tayfı eləmək. Bunu opozisyonla pozisyon eyni bir şeydir bizim bakırasılar. 24 saatdir. Özü də belə bu millətə necə bu meylini ikələdilər başlıyordur. Demək ki, bu mənzanın bu oğlun da. Əçlasından biridir bu. Nasıl ondan bətər. Demək ki, millətlər millət tübürdülər. Demək ki, düşürməsində yoxdur. Bu günləri demək ki, Amerikada aparıcı bilirlər. Biz də dipoze edənlər. İran adlarına şah gətiririk. Nə şahı? Biz cumhuriyyətçiyik. Nə şahı, nə filan. Oldu Əjdər bəy, çox sağ olun. Biz də təşəkkür edirik. Canlı yayımızda oldunuz. Belə dəyərli izləyicilərimiz,